Deyirəm ki, bir iş yoldaşımla bir işgüzar səfər etdik İmişliyə. Sözsüz ki, qalmağa yer lazımdır da. İmişlidə bir otel tapmadıq. İnternetdə baxdım, gördüm bir dənə Arena adlı otel var, o da ki işləmir. Zəng elədim, dedilər ki, biz hal-hazırda qonaq qəbul etmirik. Məcbur olduq gələk Saatlı şəhərinə, yaxınlıqda yerləşən Saatlı şəhərinə və bu arxa planda gördüyünüz elə Saatlının məncə mərkəzində yerləşən, Saatlı da adlanan, yəni 3 ulduzlu otel kimi qələmə verilən bir oteldə qaldıq. İndi isə buyurun, baxın görün həmən oteldən olan bir video reportaja. Bu otelin foyesi, yəni bizi 3-cü mərtəbəyə qaldırdılar. Belə bir maraqlı otaq bizə verdilər. Açığı çox pisdir ki, oteldə lift yoxdur. Bu müəyyən artıq narahatçılığa səbəb olur. Otaq belə deyildi, yəni çox qeyri-standart bir formadadır. Bax, belə otaq. Gördüyünüz kimi. Bax, belə. Bax, belə. Bu hamam tuvalet. Maraqlı burada oteldə bu soyuducunun şnur məsələsi var. Gördüyünüz kimi heç bu yəni rozetkaya çatmır ki, çatmır. Maraqlıdır ki, bu soyuducu onda burada niyə lazımdır? Ay, soyuducunun yerində değişdi, nə bilim, barmaq da elədi yuna, vırdıq da, nə bir söz elədi yuna. Yəni vırdıq, başqa cür başa düşməydi. Yəni demək istəyirəm, belə vırdıq ki, bəlkə burada freonu ilişib getmir. Amma işləmir ki, işləmir də. Hamam tuvalet. İşıqlıq demək olar ki, yoxdur. Yəni qapı bu yandan bağlanır. Bu yandan kilit işləmir. Sonra bax divarlar. Divarlar, əlimi vururam, əlimə əməlli başdı bax. Toz. Yəni buna bax, əllərimin qaralığına fikir verin. Baxın. Baxın. Görəsən, sonuncu dəfə nə vaxt buranı təmizləyiblər buranın divarlarını, ya. Hava soğuran da ki işləmir. Üzü də bağlıdır deyəsən. Bir dənə də qeyd, o tuvalet kağızı üçün olan xüsusi yer yoxdur. Yəni sadəcə bax belə qoyulub unitazın üstünə. Baxın, bax bura aşağı hissəsi də. Yəni ki, baxın. 100%. Toz. Bütün tozdur bax bura. Görünür ki, bunun yəni heç vaxtı çəkib qırağa bir dəfə də olsun təmizləməyiblər. Bu cürlə bu boyda otağın çox zəif işıqlanması var. Baxın, bax yəni bu boyda əraziyə, bax burada heç bir yerdə işıq yoxdur. Ancaq cəmi cümə, bax bir dənə bax belə bir işıq var. Yəni əməlli başlı qaranlıq zülmatdır. Bax gördüyünüz kimi yoxdur işıq. Bir dənə də narahat məqam bu oteldə. Lift yoxdur. Məcbursan bax belə ləhliyə öz otağıma qalxmağa. Bax belə. Belə yaxşı şeydir, yəni idmandır. Amma ki oteldir də. Gəlsən ezəmiyyətə, yorulursan, axşam istəyirsən ki, bir dənə liftə binib qalxasan. İndi də yeni bir problemlə rastlaşdıq. Bütün İmişlidə, daha doğrusu Saatlıda işıqlar söndü, kondisioner işləmir. Ağcaqanadlar da hücum çəkib bizə gecə ilə. Səhər yeməyi.
Ya pendir, bu bilmirəm nədir, bal güyə, bal oxşuyur, biraz da qaymaq. Pomidor, yumurta. Bu ama temadır ya, Rafay. Вкусно, аппетитно. Qapılarda burada maraqlı bir amma belə bir kilit var. Açılması düşmədim. Bu kilitin işləmə funksiyonalını çox maraqlı. Kart var, amma kart işləmir. Böyle heç nəyə oxşamayan açar veriblər bizə.